Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərlərin saat 11 buraxılışı ilə qarşınızdayıq. Studiyada Roya Rafqızıdır. Cənubi Qafqaz üzrə 303 formatında nazirlər səviyyəli 3-cü görüş hazırlıq mərhələsindədir. İndiki məqamda onun keçiriləcəyi yer seçilir. Bununla bağlı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Türkiyə mediasına müsahibəsində məlumat verib. Artıq nazirlər səviyyəsində 2 görüş keçirilib, indi 3-cüsü hazırlanır. Gürcüstanlı qonşularımız hələlik iştirakdan çəkinirlər. Lakin biz daim vurğulayırıq ki, onlar üçün qapı açıqdır, deyə o qeyd edib. Formatın əhəmiyyətini vurğulayan diplomat vurğulayıb ki, bütün iştirakçılar Cənubi Qafqazda ümumi qonşulardır. Lavrov 303 platformasının yaradılmasında əsas təşəbbüskarların Türkiyə və Azərbaycanın olduğunu da xatırladıb. Ermənistanın Avropa İttifaqı ilə sürətləndirilmiş yaxınlaşması həm Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də bütövlükdə post-sovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfi təsir göstərəcək. Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maselnikov belə düşünür. İrəvanın birliyə üzv olmaq niyyətini şərh edən Maselnikov vurğulayıb ki, qurumun sürətli aqressiv hərbi siyasi bloka çevrilməsi və Rusiya qarşı konfrontasiyaya yönəlmiş strateji kursu nəzərə alındıqda Ermənistanın bu təşkilat üzvlüyə marağı narahatlıq doğurmaya bilməz. Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan İrəvan, Brüssel ilə sürətləndirilmiş yaxınlaşmanın həm müstəqillik münasibətlərimiz, həm də post-sovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün potensial mənfi nəticələrini dərk edəcək, deyə Maselnikov bildirib. Bölgədə son gərginlik narahatlıq doğurur. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov İranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında deyib. Xarici İşlər Nazirliyi ilə verilən məlumata görə telefon danışığı zamanı həm İran ətrafında yaranan vəziyyət müzakirə olunub. Nazirlər Ceyhun Bayramov bütün tərəflərin İranda və onun ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərdən uyğun olaraq dialoq və diplomatik yollarla həll etməyə vacib olduğunu qeyd edilib. Azərbaycan Respublikasının hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatlarının aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi diqqətə çatdırılıb. Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər iki tərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ümid edirəm ki, Birləşmiş Ştatlar İrana qarşı Birləşmiş Ştatlar İrana qarşı hərbi güc tətbiq etmək məcburiyyətində qalmayacaq. Bu barədə Birləşmiş Ştatların prezidenti Donald Trump açıqlama verib. O, son bir neçə gündə İranla hər hansı bir təmasının olması ilə bağlı sualla cavabında belə bir müzakirənin baş tutduğunu və yenidən planlaşdırdığını deyib. Vəzifədə olduğum ilk müddətdə ordunu qurdum. Hazırda isə İrana doğru üzən çoxlu sayda çox böyük, çox güclü gəmilərimiz var və onlardan istifadə etməsək daha yaxşı olar. Mən onlara 2 şey dedim. Birincisi nüvə silahını, ikincisi etirazçıları öldürməyə dayandırsınlar. Onlar minlərlə insanı öldürürlər. Bilirsiniz, 2 həftə əvvəl 837 nəfərin edamının qarşısını aldım. Amma onlar nəsə etməli olacaqlar. Buna bənzər bir şey görülməyib. Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qadağan olunan təşkilatlar siyahısına əlavə edilməsinə imkan verən qanun layihəsi hazırlayacaq. The Times qəzetinin verdiyi xəbərə görə qanun layihəsi 2026-cı ildə parlamentə təqdim olunacaq. Böyük Britaniya Xarici İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidməti olan M16 Sepahın qara siyahıya salınmasını dəstəkləmir. Onlar belə bir addımın London və Tehran arasında diplomatik kanalları məhv edəcəyindən və Britaniya diplomatlarının İrandan çıxarılmasına səbəb olacağından ehtiyatlanırlar. İsrail ordusu Qəzza zolağında İsrail qoşunları üçün təhlükə yaratdığı üçün Həmas hərəkatından olan Fələstinlini vurub. Açıqlama ordunun mətbuat xidmətindən gəlib. İsrail Müdafiə Qüvvələri atəşkəs razılaşmasına uyğun olaraq Qəzza zolağının cənubunda fəaliyyət göstərən İsrail qoşunlarına hücum etməyi planlaşdıran Həmas terrorçusuna qarşı dəqiq zərbə endirib. Terrorçu qoşunları üçün təhlükə yaradırdı və buna görə də dəqiq zərbənin hədəfi olub deyə bəyanatda vurğulanıb.
Bu arada İsrail Qəzzada hərbi əməliyyatlar zamanı həlak olan 15 Fələstinlinin cəsədini təhvil verib. Bu addım son İsraili girovun qalıqlarının geri qaytarılmasından 3 gün sonra atılıb və vasitəçilər bunun Birləşmiş Ştatlar prezidentinin İsrail irəli sürdüyü sülh planının növbəti mərhələsinin icrasına yol aça biləcəyinə ümid edirlər. Qəzzada Həmasın nəzarətində olan Səhiyyə Nazirliyi 15 cəsədin təhvil alındığını təsdiqləyib və onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzərində iş aparıldığını açıqlayıb. Bildirilib ki, oktyabrdan bəri təhvil verilən Fələstinli cəsədlərindən yalnız 99-unun kimliyi müəyyən edilib. Digərləri isə kütləvi narazılıqlarda dəfn olunub. Yeri gəlmişkən, kövrək atəşkəs fonunda silah səslərinin eşidildiyi də vurğulanır. Tibb işçilərinin iddiasına görə Xan Yunisin şərqində İsrail qüvvələrinin açdığı atəş nəticəsində 2 nəfər ölüb. İsrail ordusu isə atəşkəsin razılaşmasına uyğun olaraq konkret bir silahlılığını hədəf aldıqlarını və mülki əhaliyə zərərin minimuma endirilməsi üçün tədbirlər görüldüyünü bildirib. Kanada'nın baş naziri Mark Carney Birləşmiş Ştatlar rəsmilərinin Alberta əyalətinin müstəqilliyini dəstəkləyən separatçı qruplarla görüşməsi barədə xəbərlərə münasibət bildirərək Vaşinqtonun Kanada'nın suverenliyinə hörmət göstərəcəyinə ümid etdiyini deyib. Reuters bu xəbərlə çıxış edib. Hökumət başçısı mətbuat konfransında deyib ki, Birləşmiş Ştatlar prezidenti ilə apardığı bütün danışıqlarda Kanada'nın suverenliyinə hörmət məsələsini açıq şəkildə vurğulayır. Onun sözlərinə görə Donald Trump indiyədək Alberta separatizmi mövzusunu onunla müzakirə etməyib. Financial Times qəzetinin yazdığına əsasən Birləşmiş Ştatlar Dövlət Departamentinin rəsmiləri separatçı qrupla 3 dəfə görüş keçirdiblər. Həmin qrup enerji istehsal edən Alberta əyalətinin Kanadadan ayrılması ilə bağlı bir referendumun keçirilməsini təşviq edir. Məqalədə yazılıb ki, qrup gələn ay Birləşmiş Ştatlar Dövlət və Maliyyə Nazirliklərinin nümayəndələri ilə yenidən görüşərək 500 milyard dollar həcmində kredit xətti üçün müraciət etməyi planlaşdırır. Amerika Birləşmiş Ştatları Müharibə Nazirliyi Ukraynaya təhvil verilən F-16 qırıcı təyyarələrinin texniki xidməti üçün 235,4 milyon dollardan çox dəyərində müqavilə imzalayıb. Pentagonun mətbuat xidmətinin yaydığı açıqlamaya əsasən hərbi hava qüvvələri xətti üzrə müqavilə Belçika şirkətinə verilib. Bu müqavilə F-16 təyyarələri və mühərrikləri üzərində aralıq və əsas texniki xidmət işlərini, eləcə də Ukrayna üçün logistika idarə etməsini əhatə edir. Prosesin 28 yanvar 2029-cu ilə qədər başa çatması gözlənilir. 26 gündən sonra 4 ilini tamamlayacaq Rusiya-Ukrayna müharibəsinin 2026-cı ildə də davam edəcəyi proqnozlaşdırılır. Tərəflər arasında danışıqlar vaxtaşırı gündəmə gəlsə də real razılaşmaya nail olunması hələlik mümkün görünmür. Qərb mətbuat hadisələrin necə inkişaf edəcəyi ilə bağlı 3 ssenari təqdim edir. Birinci ssenariyə əsasən Moskva Ukraynanın Rusiya iqtisadiyyatından daha tez zəifləyəcəyini düşünür. Lakin Kiyevin süqutunun yaxın perspektivdə baş verməyəcəyi qeyd olunur. Əgər müharibə uzun çəkərsə, hər iki tərəf tükənəcək. Mən hesab edirəm ki, bu qış Ukraynanın enerji sistemi üçün son şansdır. Bu baza üzərində kompromisə gedilməsi və ya sülhə doğru addımlar atılması ehtimalı artır. Yenə dəm qazı can aldı. Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb. 2005-ci təvəllüdlü Təzəkənd kənd sakini Məmmədov Rusluhlan Etibaroğlu yataq otağında quraşdırılan qazla işləyən ceyran tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək həyatını itirib. Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Nəsimi rayonu Nizami küçəsində fəaliyyət göstərən ticarət mərkəzlərində birində fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə mövzusunda təlim keçirilib. Nazirliyin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin kollektivindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub. Praktik hissədə şərti yanğınla əlaqədar həyəcan siqnalı verildikdən sonra mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq yanğınla mübarizə tədbirlərindən başlayıblar. Şərti yanğın baş verən ticarət mərkəzində təxliyə planına uyğun olaraq vətəndaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib. Şərti xəsarət alan şəxslərə ilkin yardım göstərilib. Yanğın qısa müddətdə söndürülüb. Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 30 nəfərdən ibarət şəxs heyəti və 4 ədəd texnikası cəlb olunub.
Dünya bazarlarında Azerlight markalı Azərbaycan nefti bahalaşıb. Neftin bir barelə olan qiyməti 2,52 ABŞ dolları və ya 3,58% artaraq 72,89 ABŞ dollarından bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,37 ABŞ dolları təşkil edib. Bu iki dövlət büdcəsində Azerlight Dünya bazarlarında Azerlight markalı Azərbaycan nefti bahalaşıb. Neftin bir barel olan qiyməti 2,52 ABŞ dolları və ya 3,58% artaraq 72,89 ABŞ dollarından bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,37 ABŞ dolları təşkil edib. Bu iki dövlət büdcəsində Azerlight markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci il ərzində ümumilikdə 25.599.556 müraciət qeydə alınıb. Bunlardan 530.447-si stasionar, 25.069.109 ambulator olub. Tibb müəssisələrində olan müraciətlərin ümumi sayı 2024-cü illə müqayisədə 6% çox olub. Ötən ildə göstərilən xidmət sayında 2024-cü illə müqayisədə artım müşahidə olunub. Sözü gedən müddət ərzində 93.970.438 tibb xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə 14% artıb. Vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 40.107.778 sayda laborator müayinələr aparılıb ki, onlardan da 60.149.573-ü stasionar, 33.958.505-i 205 ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 20% artım qeydə alınıb. Belə, hörmətli izləyicilər, mənim çatdıracağım xəbərlər hələ ki bu qədər. Sözü ötürürəm həmişə olduğu kimi Çinarəyə. Növbəti saatda hansı yeniliklərdə məlumatlarımız olacaq? Çinarə bizlərə qısa anonsları təqdim etsin. Təşəkkürümü bildirirəm Röya. Biz bu saatda daha çox Rusiya-Ukrayna müharibəsindən danışacağıq. Çünki bu cəbhədə də vəziyyətin gərgin olduğunu izləyirik. İranla bağlı yeniliklər də var. Sən də az öncə xəbərləri təqdim etdin. Onlar üzərindən geniş təhlillər aparılacaq. Bəli, gündəmin aktual xəbərlərinin ətraflı müzakirələrini Çinarənin təqdimatından izləyin. Uğurlar arzulayıram Çinarə sənə. Mən isə sizinlə sağollaşıram. Salamat qalın.